izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə qaldığımız yerdən davam edirik. Mövzumuz düzxətli bərabər təcirli və dəyişən sürətli hərəkət testlərindən 120-dən davamını eləyəcəyik. Bundan əvvəlki testlərimizin hamısı YouTube kanalımızda yerləşdirilmişdir. 120-dən başlayırıq və bu mövzunu bugünləri tamamlayırıq. Baxırıq. 120. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asıllığına uyğundur? Baxırıq, V-nin T-dən bura qədər olan, bu nədir? V bərabərdir, konstant. Yəni, bərabər sürətli hərəkətdir. Buradan aşağı isə ikinci hərəkət isə üz aşağı getdiyinə və x oxundan uzaqlaşdığına görə biz deyə bilirik ki, bərabər yeyinləşən hərəkətdir. Onda baxırıq. A variantı birinci bərabər sürətlidir, bəli. İkinci bərabər sürətlidir, bəli. Yəni B variantında da bərabər sürətlidir. Bu düzdür, bu da düzdür. Baxırıq, birincidə düz deyil. Əslində hərəkət bərabər sürətlidir, lakin bizdə verilən qrafikə əsasən bu qrafikdə x oxundan aşağıda, yəni mənfidə olduğuna görə biz heç vaxt C variantını götürə bilmərik. O x oxundan yuxarıda, yəni müsbətdədir. Ona görə də C variantı deyil. D variantında birinci deyil, çünki hərəkət bərabər yeyinləşən deyil, bərabər sürətlidir. İkincidə isə müsbət x oxunun proyeksiyası müsbət göstərilib, amma əslində bizdə mənfidədir. Ya A-dır, ya da B-dir. Baxırıq ikinci hərəkətə. İkinci hərəkət A variantı üçün bərabər yeyinləşən, B variantı isə bərabər yavaşlayan hərəkətdir. Ona görə B variantı da deyil və cavab olur A variantı. 121. Düzxətli hərəkətdə olan cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Baxırıq, x-in t-dən asılılığı verilir. Birinci hərəkət, buraya yazırıq, bərabər yeyinləşən. İkinci hərəkət, bərabər yavaşlayan hərəkətdir. Baxırıq, A variantı deyil, x-i də bərabər yeyinləşən göstərilib. B variantı birinci bərabər yavaşlayan, ikinci isə bərabər yeyinləşən göstərilib. O da deyil. C variantı birinci bərabər. Bizdə necə idi elə? Eyni şəkildə birinci bərabər yeyinləşən, ikinci bərabər yavaşlayan. Aha, bəli. Y variantında birinci bərabər yavaşlayan. Bizə o lazım deyil. D variantında da eyni şəkildə birinci bərabər yeyinləşən, İkinci isə bərabər yavaşlayan göstərilib. Sadəcə x oxu istiqamətində, yəni yuxarıda, x oxundan yuxarıda olduğu üçün bizdə isə x oxundan aşağı olmalı olduğuna görə cavab C variantı olacaq. 122. Düzxətli hərəkətdə olan cismin koordinatının zamandan asılı qrafiki verilib. Deməli, bizə x-in t-dən asılılığı verilib. Hərəkətlərə baxırıq. Birinci, üzü yuxarı qalxdığına görə olur bərabər yeyinləşən. İkinci olur bərabər yavaşlayan. Baxırıq hərəkətlərimizə. Birinci bərabər yeyinləşən, ikinci bərabər yavaşlayan olmalıdır. Burada x oxundan aşağıdır deyə sayılmır. B variantında x oxundan aşağıdadır deyə sayılmır. C variantına baxırıq. Hərəkət bərabər yavaşlayandır. Birinci. Xeyr, bizə birinci bərabər yeyinləşən lazımdır. D variantı, bəli, birinci bərabər yeyinləşəndir, lakin ikincini də bərabər yeyinləşən verib deyə o da deyil. Cavabımız olacaq Y variantı. Birinci hərəkət bərabər yeyinləşən, ikinci isə bərabər yavaşlayandır. 123. Eyni şəkildə x-in t-dən asılılığı bizə verilmişdir və hərəkət bərabər yavaşlayandır. X oxunun əksi istiqamətində. Baxırıq, B variantı deyil. A variantı bərabər sürətlidir, D variantı bərabər sürətlidir, Y variantı bərabər yeyinləşəndir. B variantı nəyə görə olmadı? Çünki x oxundan yuxarıdadır. Deməli, bərabər yavaşlayan olmalıdır və x oxundan aşağı, yəni C variantı. 124. Eyni şəkildə bizdə x-in t-dən asılılığı verilmişdir. Burada da həmçinin qrafik verilib və bizdən v-nin t-dən asılılığını soruşur. Burada da hərəkət bərabər yavaşlayandır. Lakin bu dəfə x oxundan yuxarıdadır. Onun üçün də baxırıq. A variantı bərabər sürətlidir. B variantı x oxunun
aşağı x oxundan aşağıdadır. Yəni x oxunun əksidir. D variantı bərabər sürətlidir. C variantı x oxundan müsbətdir, amma Y variantında isə x oxundan mənfidir. Biri bərabər yeniləşəndir, biri yavaşyandır. Bizdən yavaşyan hərəkəti soruşur deyə cavab olur C variantı. 125. OX oxu boyunca hərəkət edən maddi nöqtənin koordinatının zamandan asılıq qrafiki verilmişdir. Eyni şəkildə 2 dənə qrafik verilib. Birinci belə bərabər yavaşayan, ikinci də bu şəkildə bərabər yeniləşən hərəkət verilib. İndi isə baxırıq qrafiklərimizə. Birinci bərabər yavaşayan hərəkət olmalıdır. Bərabər yavaşayan, bərabər yeniləşən. Bəli, birinci bərabər yeniləşəndir, düzdür. Bərabər yavaş. Bu hərəkət bərabər yavaşayandır. Ona görə B getdi. Bərabər bu bərabər yavaşayandır. Üzr istəyirəm bir dəqiqə. Bu bizdən elə yavaşayan soruşur. Bu da düzdür. Bu bərabər yeniləşəndir. Getdi C variantı. Birincidə D variantında hərəkət bərabər yavaşayandır. Aha, yaxşı qala bilər. Y variantı uyğun deyil. Çünki elə bir qrafikimiz bizə uyğun deyil. Deməli, A, B, D variantı. İkinciyə baxırıq. İkinci hərəkətimiz bərabər yeniləşən hərəkətdir. B variantında, yəni ST-nin asılılığı bizə bərabər sürətli verib. Eyni Y variantındakı kimi, ona görə B variantı deyil. D variantında isə hərəkət üst aşağı olduğuna görə bərabər yavaşayan hərəkət verilib və bu da bizə uyğun deyil. Ona görə də cavabımız olacaq A variantı. Keçdik 126. Eyni şəkildə XT-nin asılılığı verilmişdir və bizə burada birinci bərabər yavaşayan, ikinci isə bərabər yeniləşən hərəkət verilmişdir. Yazırıq. Bərabər yavaşayan, bərabər yeniləşən. Baxırıq. A variantı düz xətli bərabər sürətlidir. Burada birinci yeniləşən hərəkətdir. Ona görə o da çıxır B variantı. D variantında bərabər sürətli verilib. Ona görə bu da sayılmır. Ya C-dir, ya da Y-dir. Bizdə isə birinci hərəkətimiz bərabər yavaşayan, ikinci isə bərabər yeniləşən olduğuna görə cavab olacaq Y variantı. 127. Düzxətli hərəkət edən iki maddi nöqtənin sürətlərinin proyeksiyasının zamandan asılıq qrafiki verilmişdir. Müşahidə anından 10 saniyə sonra nöqtələr arasındakı məsafəni hesablayın. Gəlin burada bir boşluq bir ərazi eləyək və burada yazaq. İndi yazırıq. S1 üçün birinci düz xətli bərabər sürətli hərəkətdir. İkinci isə bərabər yeniləşən hərəkətdir. Onun üçün ayrı-ayrılıqda onların S-lərini yazacağıq. S1 bərabərdir. Düz xətli bərabər sürətli hərəkətdə V T-yə bərabərdir. V-miz 30, T-miz 10 eləyir 300 metr. S2 bərabər yeniləşən hərəkətdir. V0 üstə gəlinsin. A T kvadratı bölünsün 2 yazsam. V0'ımız. Bir dəqiqə V0 T. V0 T yazsaq. V0 0 nöqtəsindən başladığına görə gedəcək olacaq 0. Qalacaq A T kvadratı bölünsün 2. A-mızı yerinə yazacaq, T-mizi yerinə yazıb S2-ni də tapa bilirik. Buradan yazırıq S2 bərabərdir. A-nı necə tapacağıq? A bərabərdir. V çıxılsın. V0 bölünsün T-yə. Baxırıq V-si neçədir? 30. T-miz buradan aydın görünmür. Buradan yazaq. A bərabərdir. V çıxılsın. V0 bölünsün T. V-miz neçədir? 30 çıxılsın 0, T-miz də 10. A-nı tapdıq ki 3 metr böl saniyənin kvadratı. Aha, gətirib yerində yazırıq. S2-nin yerinə yazırıq. A 3, T-miz neçədir? 10, yəni 100 bölünsün 2. Bunlar ixtisara gedir, burada qalır 50 bərabərdir 150 metr. Deməli, bizdən isə soruşur ki, iki maddi nöqtə arasındakı məsafəni hesablayın. Əgər biri 300, digəri isə 150-dirsə, o zaman S1 çıxılsın, S2 yazırıq, yazırıq 150 metr. Yəni aralarındakı məsafə 150 metrdir. Cavab olur Y variantı. Keçdik. Düzxətli hərəkət edən iki maddi nöqtənin sürətlərinin proyeksiyasının zamandan asılıq qrafikləri verilmişdir. Müşahidə anından 16 saniyə, yəni burada
Sonra nöqtələr arasındakı məsafəni hesablayın. Eyni şəkildə baxırıq birinci hərəkət və ikinci hərəkətə. Birinci hərəkətimiz necə hərəkətdir? Bərabər yeniləşən hərəkətdir. İkinci hərəkətimiz necə hərəkətdir? Bərabər yavaşlayan hərəkətdir. Burada bir dənə yer eləyək özümüzə. De buradan yazacağım. S1 bərabərdir. Birinci hərəkət bərabər yeniləşən dedik. İkinci hərəkət isə bərabər yavaşlayan hərəkətdir. Birinci hərəkətimizdə V0 T üstə gəlsin AT kvadrat bölünsün 2 yazsam və sıfırımız 0 olacaq. Çünki 0 nöqtəsindən başlayır. Hərəkət birinci hərəkət üçün nəzərdə tutulub. O zaman qalacaq AT kvadrat bölünsün 2. S2 üçün yazıram. V0 T çıxılsın AT kvadratə bölünsün 2. Çünki hərəkət bərabər yavaşlayan hərəkətdir. Gətirib yerində yazacağım hamısını. A-nı tapıram. A nəyə bərabərdir? A bərabərdir. V çıxılsın V0 bölünsün T. Birinci hərəkət üçün A-nı tapaq. V'si birinci hərəkət üçün nəyə bərabər idi? 60 çıxılsın. Birinci hərəkət üçün buranı silsəm sizə daha rahat olar. Aha, 60 və 0 bölünsün T'si 16. Bərabərdir 60 böl 16. Bunu heç bölmürəm. Hətta bölə də bilərəm. 15 yazdım. Burada yazdım 4. Nəsə, belə bir şey yazdım. 15 bölünsün 4. Saxlayıram bunu bu şəkildə. Gətirib burada yerinə yazacağım. Aydın olsun deyə buraları silmək istəyirəm. Daha rahat şəkildə görə biləsiniz. S1 bərabərdir AT kvadratı bölünsün 2. A'mız neçə oldu? 15 böl 4 vurulsun. T'miz neçədir? 16. 16'nın kvadratını bu şəkildə yazıram. Bölünsün 2. 4'e ixtisara getdi. Qaldı 15 vurulsun 4 vurulsun 16 böl 2. Bununla da bu getdi qaldı 8. 60 vur 8 yəni 480 metr. Deməli, S1'imizi tapdıq 480 metrdir. Gətirib burada yazıram. S1 bərabərdir 480 metr. Getdim S2'ni tapmağa. S2 bərabərdir. V0T burada bərabər silirəm çünki yuxarıdan yazacağım. Aha. V0T çıxasın AT kvadratı bölünsün 2. Baxıram. Bunu da silirəm. Bu hərəkətdən söhbət gedir. Ona görə bunu qırmızılayıram. Baxıram. Və 0-a neçədir? Hansı nöqtədən başlayıb? 60-dan. 60 vurulsun. T neçədir? 16 çıxılsın. A-nı tapaq. A bu 1 üçün idi. İndi yazıram A2 üçün. A2 üçün V çıxılsın. V0 bölünsün T. V'si neçədir? Son sürəti 0'dır. Çıxılsın. V0 neçədir? 60 bölünsün. T'si neçədir? 16. Bu da elədi neçə? 60 böl 16. Eyni şəkildə yazacağım. 15 bölünsün 4. Aydın oldu. Gətirib indi yerinə yazıram. Deməli 15 vurulsun. 15 belə yazacağım. Elə yuxarıdakı formada. 15 bölünsün 4 vurulsun 16'nın kvadratı bölünsün 2. Deməli 4'ün 1 ilə 16 ixtisara gedəcək. Yenə eyni şəkildə 16'nı 60'a vururuq. Eləyir 960 çıxılsın. Bu da yuxarıdakı ilə eyni qiymət aldığına görə eləcək 480. Yəni cavab olacaq 480 metr. S2'ni də tapdıq ki 480 metrdir. Bizdə isə nəyi soruşur? Onlar arasındakı, nöqtələr arasındakı məsafəni hesablayın. S2 çıxılsın, S1 yazacağıq, bərabərdir 0 metr. Yəni cavabımız olacaq A variantı. 129. Buraları təmizləyək. Aha. Bizdən eyni şəkildə ST qrafiki verilmişdir və ST qrafikinə əsasən bizdən VT-ni, VXT-ni soruşur. Baxırıq, birinci hərəkətimiz necə hərəkətdir? Bərabər, yavaşlayan
İkinci hərəkətimiz hərəkət yoxdur. Yəni hər hansı bir koordinat olmur, ona görə də hərəkətsizdir. Hərəkətsiz. Üçüncü hərəkət isə bərabər yeyinləşən hərəkətdir. Baxırıq, birinci hərəkət üçün bərabər yavaşlayan olmalıdır və x oxundan aşağıda olmalıdır. Onun üçün də B variantı deyil. Bərabər yavaşlayan A uyğun gəlir, C uyğun gəlir, D uyğun gəlmir, Y uyğun gəlmir. Ya A'dır, ya da C'dir. İkinci hərəkətimiz hərəkətsizdir, yəni V-nin 0 qiymətidir. Bəli, ikisi də uyğun gəlir, A da gəlir, C də gəlir. Üçüncü hərəkət isə bərabər yeyinləşən hərəkətdir. Bəli, ikisinə də bərabər yeyinləşən hərəkət verilib. Sadəcə C-də x oxundan yuxarıda göstərilib, amma bizdə isə cavab A variantı olmalıdır. Çünki hələ də hərəkətimiz x oxundan aşağıdadır. Keçdik. 130. Eyni şəkildə bizim S-dən T-dən asılılıq qrafiki verilib və VX-in T-dən asılılığını soruşur. Baxırıq hərəkətlərimizə. Birinci hərəkət necə hərəkətdir? Hərəkət bərabər yavaşlayan. İkinci hərəkətsiz. Biraz sərgəl yazım. Hərəkətsiz. Üçüncü hərəkətsiz isə bərabər yeyinləşən hərəkətdir. Digərindən nə ilə fərqlənir? Gəlin baxaq. Digərində üzü aşağı idi, qrafik bu şəkildə idi. Bu şəkildə gəlirdi, belə gəlirdi. Sonra düz idi, ondan sonra üzü aşağı. Hələ də üzü aşağı gedirdi. Doğrudur. İndi isə baxırıq ki, qrafik x oxunu kəsir və üzü yuxarı gedir. Deməli, birinci hərəkət bərabər yavaşlayan x oxundan yuxarıdadır. A variantı deyil. B variantı bəli uyğundur. C variantı x oxundan yuxarıda uyğun deyil. Y variantı bərabər sürətli hərəkəti göstərir, bizə uyğun deyil. Ya B-dir, ya da D-dir. Bəli, düzdür. İkinci hərəkətimiz də hərəkətsizdir. Yəni, sürətin 0 qiymətidir. Biz bayaqları D variantını götürmüşdük. Nəyə görə? Çünki x oxundan hələ də aşağıdaydı hərəkət. Burada isə x oxunu kəsib yuxarı qalxdığına görə, hərəkət bərabər yeyinləşən olduğuna görə cavabımız olur B variantı. 131. O x oxu boyunca hərəkət edən cismin sürətin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən müşahidə başladıktan sonra 10 saniyə ərzində onun getdiyi yolu hesablayın. Bu nöqtədə bizdən yolu soruşur. Gəlin S1-i yazaq. Birinci S1-i yazırıq. S1 nəyə bərabərdir? V0 D bu hərəkət üçün yazırıq. Çıxılsın. AT kvadratı bölü 2. Çünki hərəkətimiz necə hərəkətdir? Bərabər yavaşlayan hərəkətdir. Gətirib yerinə qoyub yazırıq. V0-ımız neçədir? V0 yəni 6-dan başlayıb. 6. Sürət neçədir? 5. Çıxılsın. A-mız neçədir? Gəlin A-nı hesablayaq. A bərabərdir. V çıxılsın. V0 bölünsün T. V-si son sürəti 0. V0 6. T-miz isə 5-dir. Yəni 6 bölünsün 5. Gətirirəm, yazıram A-nı. 6 bölü 5. T-nin kvadratını yazıb 25 bölünsün 2. Bu 5 ilə gedir. Yuxarıda qalır. 30 bölü 2. Yəni hardan yazım? Buradan yazım. 30 bölünsün 6 vur 5 qalacaq. 30 bölünsün 2 15. Bu da eləyir 30 çıxılsın 15 bərabərdir 15 metr. Biz deməli tapdıq ki, S1-imiz 15 metrdir. İndi isə S2-ni tapaq. S2 nəyə bərabərdir? İkinci hərəkətimiz bərabər yeyinləşən hərəkətdir. V0 D üstə gəlinsin. AT kvadratı bölünsün 2. Sadəcə başlanğıcı 0 nöqtəsindən başladığına görə V0-ımız 0 olacaq. Qalacaq AT kvadratı bölünsün 2. A-mızı hesablayırıq. A nəyə bərabərdir? Elə yuxarıdan yazın. Bu A1 idi, bu da A2 olsun. A2 V çıxılsın V0 bölünsün T. V'miz neçədir? V'miz bilirik ki, baxırıq ki, V0'ımız başlanğıc 0-dan başlayıb, amma son sürətimiz neçə olur? 5. Deməli 6 çıxılsın 0 bölünsün
5. Eyni şəkildə 6 böl 5. Gətirib yerinə yazırıq. 6 böl 5 vurulsun. T'nin kvadratı neçə edir? T'miz 5 saniyədir. 25 bölünsün 2'də 1. Bundan bu ixtisar getdi 5. Eyni şəkildə 30 bölünsün 2. O da bərabərdir. Burada yazım 15 metr. Eskini də tapdıq ki 15 metrdir. Əgər bizdən aralarındakı, daha doğrusu 10 saniyə ərzində getdiyi yolu soruşursa, o zaman biri -15 eləyir. Çünki biz burada 6 çıxılsın 5. Birini mənfi yazdıq, birini müsbət. Çünki biri bərabər yeyinləşən hərəkətdir, biri bərabər yavaşlayan hərəkətdir. Ona görə də bir-birlərini tarazlaşdırırlar. S1 üstə gəlsin S2 eləyəcək 0. D variantı. 112. 132. Sükunət vəziyyətindən x oxu boyunca hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilib. Yəni qrafik bizə verilib. Bizdən soruşur ki, A və B nöqtələrində uyğun anlarda cismin təcilləri necə olacaq? Əgər qrafikimiz bir xəttin üstündədirsə, yəni A və B-ni bizdən soruşursa, hərəkətə baxıraq ki, bərabər yeyinləşən hərəkətdir və bərabər yeyinləşən hərəkətdə A bərabərdir. Bilirik ki, konstantdır. Ona görə də hər iki nöqtədə təcil bir-birinə bərabər olar. 133. Sükunət vəziyyətindən eyni şəkildə bizə sükunət vəziyyətindən x oxu üzrə hərəkət başlayıb və bizdən A və B nöqtələri üçün təcilləri soruşur. Bu zaman eyni qrafikin üstündə olduğuna görə eyni şəkildə A və B nöqtələrinin təcilləri bir-birinə bərabər olacaq. Yəni A bərabər olacaq konstant. 134. İki cisim OX oxu hərəkət. Deməli, bizdə hal-hazırda necədir? Nəyə diqqət etməlisiniz? Hərəkət var, V'lər verilib, X oxu verilib və bizdən hansı hərəkətləri soruşur? Baxırıq. Birinci bərabər yeyinləşən olmalıdır. Bax bu. Bərabər yeyinləşən olmalıdır. İkinci bərabər yavaşlayan olmalıdır. Yavaşlayan hərəkət olmalıdır. Biz baxmalıyıq ki, x oxu istiqamətində hansıdır, x oxunun əksi istiqamətində hansıdır. Bunları mütləq nəzərə almalıyıq. Birinci hərəkət üçün baxırıq. Hərəkət bərabər yeyinləşəndir. Əgər hərəkət bərabər yeyinləşəndir və x oxu istiqamətindədirsə, o zaman təcilimiz də müsbət olacaq. A deyil, D deyil, ya B'dir, ya C'dir, ya da Y'dir. Deməli, x oxu istiqamətində belə yazaq. Bərabər yeyinləşəndirsə, bərabər yavaşlayan. Baxırıq, x oxu istiqamətindədirsə, V'si burada elə bizdən soruşur. V'si müsbətdir. Yeyinləşən hərəkətdirsə, x oxu istiqaməti nə deməkdir? Yəni, A-sı da müsbət olmalıdır. Aydın oldu. Ona görə də ya B, ya C, ya da Y variantı olacaq. İkinci hərəkət isə bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkətdə baxırıq, x oxunun əksi istiqamətindədir və bu o deməkdir ki, V'si mənfidir. V'si mənfidir. O zaman V'si mənfidirsə, hərəkətin bərabər yavaşlayan olması üçün A'sı necə olmalıdır? Müsbət olmalıdır. Baxırıq, C variantı deyil, Y variantı deyil. Cavab olur A variantı. Növbəti 135. Bunları təmizləyək. Deməli, birinci hərəkət bizə deyir, bərabər yavaşlayan, yazırıq bərabər yavaşlayan. İkinci hərəkət bizə deyir, bərabər yeyinləşən. X oxu istiqamətindədirsə V müsbətdir. X oxunun əksi istiqamətindədirsə mənfidir. Onda biz A-ları təyin edə bilərik. Əgər bərabər yavaşlayan hərəkət deyirsə, birinci üçün bizə bərabər yavaşlayanda V müsbətdirsə, A mənfi olmalıdır. Bərabər yeyinləşəndə V mənfidirsə, o zaman mütləq A mənfi olmalıdır ki, hərəkət bərabər yeyinləşən olsun. Baxırıq cavablarımıza. A birincidə mənfi olmalıdır. Bu deyil, bu deyil. B deyil. Ya A'dır, ya D'dir. İkincidə isə mənfi olmalıdır. O zaman D deyil. Cavab A variantıdır.
136. Eyni şəkildə iki cisim bərabər yeyinləşəndə yazıram. Bərabər yeyinləşən və x oxu istiqamətindədirsə müsbət, və x oxunun əksi istiqamətindədirsə mənfi. Hərəkətə baxırıq. Bərabər yeyinləşən hərəkətdirsə v müsbətdirsə mütləq a-dan müsbət olmalıdır. İkinci, bərabər yeyinləşəndir. V mənfidirsə a-dan mütləq mənfi olmalıdır. Baxırıq. Cavablarımız A müsbətdir. Bəli, birincidə B variantı deyil, D variantı deyil, Y variantı deyil. A-mız ikincidə mənfi olmalıdır. Ona görə cavab olacaq C variantı. 137. Eyni şəkildə hər ikisi bərabər yavaşlayan. Bərabər yavaşlayan. V, birinci V x oxu istiqamətindədir. Müsbətdir işarəsi. İkinci V x oxunun əksi istiqamətindədir. İşarəsi mənfidir. Bunun üçün də yavaşlayan olması üçün V müsbətdirsə birincidə mütləq A-sı mənfi olmalıdır. Yavaşlayan hərəkətdirsə V-si mənfidirsə A-sı müsbət olmalıdır. Baxırıq. Birinci üçün mənfi ya B-dir ya C-dir. İkinci isə müsbət olmalıdır. Ona görə cavab olur C variantı. 138. Maddi nöqtə OX oxu üzrə düzxətli hərəkət edir. Hansı hallarda yol yerdəyişmənin modulundan böyükdür? Bizdən nəyi soruşur? Yolun yerdəyişmədən böyük olması əgər koordinat iki hissəlidirsə, yəni iki hissəyə bölünübsə, o zaman yol mütləq yerdəyişmədən böyük olacaq. Bunu bir mənalı şəkildə qeyd edirik. Deməli, burada yazım elə. Koordinat iki hissəli olarsa, koordinatın iki hissəli olarsa, olanda L böyükdür S olacaq. Bu nə deməkdir? Baxırıq. Birinci hissə, ikinci hissə. Baxırıq. Birinci hissə, ikinci hissə x oxundan aşağıdadır, x oxundan yuxarıdadır. Aydın oldu. X oxundan 2 dənə olmalıdır. Yəni 1 və 2 kimi. 1 x oxundan 3-də yuxarıdadır, 4-də isə x oxundan aşağıdadır. Ona görə də 1 və 2 aydın olmuş olur. 139. Düzxətli bərabər təcillə hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Müşahidə başlanan andan t bərabərdir 2 saniyə müddətində cismin yer dəyişməsi sıfıra bərabərdir. Xeyr, sıfıra bərabər deyil. Yer dəyişməsi bura qədər gəlmiş olur. T bərabərdir 4 saniyə müddətində cismin yer dəyişməsi sıfıra bərabərdir. Bəli, əgər gəldiyi qədər geri qayıdırsa, o zaman onun yer dəyişməsi sıfıra bərabər olur. T bərabərdir 2 saniyə müddətində cismin getdiyi yol yer dəyişmənin moduluna bərabərdir. Baxırıq. T bərabərdir 2 saniyə müddətində. Bizdə birincidə demişdik sıfıra bərabərdir. Xeyr, sıfıra bərabər deyil. Amma yer dəyişmə moduluna bərabərdir. Bəli. 2 ilə 3. Burada isə nə deyir? T bərabərdir 4 saniyə müddətində cismin getdiyi yol yer dəyişmə moduluna bərabərdir. Xeyr. Əgər yer dəyişməmiz biz yuxarıda qeyd elədik ki, sıfıra bərabərdir. Əgər sıfıra bərabərdirsə, ona görə bir-birinə bərabər ola bilməz. Cavab olur B variantı. 140. Düzxətli bərabər təcillə hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Baxırıq. T bərabərdir 3 saniyə müddətində cismin yer dəyişməsi sıfıra bərabərdir. Xeyr, uyğun deyil. 2. T bərabərdir 6 saniyə müddətində cismin yer dəyişməsi sıfıra bərabərdir. Bəli, gəldiyi qədər geri qayıdırsa, o zaman onun yer dəyişməsi sıfıra bərabər ola bilər.
T bərabərdir 3 saniyə zaman müddətində cismin getdiyi yol yer dəyişməsinin moduluna bərabərdir. Bəli, bu zaman onların yer dəyişməsi yola bərabər olmuş ola bilir. T bərabərdir 6 saniyə zaman müddətində cismin getdiyi yol yer dəyişmə moduluna bərabərdir. Xeyr, burada yer dəyişmə artıq sıfıra bərabər olmuş olur. Cavab olur C variantı. 141. OX oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. Cisimlər arasında məsafə necə dəyişir? Baxırıq, birinci hərəkət düz xətli bərabər sürətli hərəkətdir. İkinci hərəkət isə bərabər yavaşlayan hərəkətdir. Ümumiyyətlə, əgər VT qrafiki verilmişdirsə, bu zaman iki cisim arasında onlar toqquşana qədər mütləq şəkildə T0, yəni anına qədər, toqquşma anına qədər onlar arasındakı məsafə artacaq. Bunu birmənalı şəkildə yadımızda saxlaya bilərik. Yəni, biri düz xətli hərəkət edəndə, biri bərabər yavaşlayan hərəkət edəndə, bərabər sürətli hərəkət edən cisim eyni sürətini saxlayacaq, eyni davam edəcək. Digəri isə bərabər yavaşlayan hərəkət olduğuna görə onun sürəti getdikcə aşağı düşəcək. Yəni, müəyyən bir müddət sonra birinci eyni sürətlə davam etdiyim halda ikinci bərabər yavaşlayan hərəkət edib müəyyən bir nöqtədə dayanacaq. Yəni, onlar arasındakı məsafə mütləq şəkildə artacaq. Cavab olur D variantı. 142. Düzxətli hərəkət edən cisimlərin koordinatının zamandan asılı qrafiklərinə əsasən hansı cismin T bərabərdir 0 zaman anında sürəti 0-a bərabər ola bilməz? Baxırıq, biz bilirik ki, əgər T bərabərdir 0 anı bərabər yeyinləşən andır. Bizdən isə T bərabərdir 0 anı ola bilməz deyirsə, biz bərabər yeyinləşən hərəkəti götürürük, yəni onu saymırıq. Cavab olur bərabər sürətli və bərabər yavaşlayan hərəkət, yəni D variantı. 143. Bərabər təcillə hərəkət edən cismin T bərabərdir 2 saniyə zaman anında sürəti 10 metr bölü saniyədir. T bərabərdir 4 saniyə zaman anında sürəti isə 16 metr bölü saniyədir. Cismin təcilinin modulunun və başlanğıc sürətini hesablayın. Baxırıq, V nəyə bərabərdir? V0 üstəgəlsin AT. Bu şəkildə yazırıq. Ayrı-ayrılıqda hamısı üçün V'ləri və T'ləri gətirib yerinə qoysaq, A-nı tapa bilirik. Yəni, sadə bir tənlik quracaq. V'miz birincidə neçə verib bizə? 10 bərabərdir. V0 üstəgəlsin A. A da eyni şəkildə qalsın. T'miz neçədir? 4. İkincidə 16 bərabərdir. V0 üstəgəlsin A eyni qalır. T'miz yox, burada 4 deyil, burada 2-dir. Burada isə 4-dür. Tərəf-tərəfə çıxırıq. Qalır. 16, burada mənfilər olacaq, ona görə yerlərini mən şifahi beynimdə dəyişəcəm. 6 bərabərdir. V0'lar ixtisara gedəcək. 4A-dan da 2A-na çıxanda eləyəcək 2A. A da bərabər olacaq 3-ə. Biz A-nı tapdıq. 3-dür. Yəni B deyil, D deyil, Y deyil. Ya A-dır, ya da C-dir. İndi gətirib V-ni yerinə qoyacaq, hesablayacaq. A-nı gətirib yerinə qoysam burada 2 vurulsun 3 eləyir 6. Buradan yazım belə. 10 bərabərdir. V0 üstə gəlinsin 3 vur 2. 10 bərabərdir. V0 üstə gəlinsin 6. V0 bərabərdir 4 metr böl saniyə. Cavabımız eləyir A variantı. 145. OX oxu boyunca düzxətli hərəkət edən iki maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu zaman, hansı zaman anında maddi nöqtələr görüşəcəklər? Baxırıq hərəkətlərimizə. Birinci hərəkətimiz necə hərəkətdir? Düzxətli bərabər sürətli hərəkətdir. İkinci hərəkətimiz yazaq. Bu 1 olsun, bu da 2 olsun. Bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə S nəyə bərabərdir? V0 üstə gəlinsin V0T. İkinci hərəkətimiz necə hərəkətdir? Bərabər sürətli hərəkətdir. V0 üstə gəlinsin V0T. 2-ci hərəkətimiz. 2 vurulsun 3 eləyir 6. 10 bərabərdir. V0 üstə gəlinsin 3 vur 2. 10 bərabərdir. V0 üstə gəlinsin 2. 2-ci hərəkətimiz necə hərəkətdir? Bərabər
Yeniləşən hətta yazıram. S nəyə bərabərdir? x0 üstə gəlinsin. V0t üstə gəlinsin. AT kvadrat bölünsün 2. Bizə deyir ki, nöqtələrin başlanğıc koordinatları eynidir. Yəni x-lar getdi. Birincidə s bərabərdir V0t. İkincidə s bərabər V0t üstə gəl AT kvadratı bölü 2. Lakin diqqət etsəniz görərsiniz ki, ikinci hərəkətində sürəti sıfırdan başladığına görə V0 da getdi sıfıra. Deməli, bura S1, bura S2 yazsam. S1 bərabər olur V0t-yə. S2 bərabər olur AT kvadratı bölünsün 2. Onların koordinatları bir-birinə bərabərdir deyir. Əgər koordinatları bir-birinə bərabərdirsə, o zaman onlar görüşürlər. Müəyyən bir nöqtədən sonra onlar görüşürlər və görüşmə anlarını tapmaq üçün koordinatlarını bir-birinə, yəni s-lərini bir-birinə bərabər edirik. Yazırıq V0t bərabərdir AT kvadrat böl 2. T'nin biri ilə buradan getdi. Qaldı nə? V0 bərabərdir AT böl 2. Bizdən zamanı soruşur. Zaman nəyə bərabərdir? T bərabərdir 2 V0 bölünsün A-ya. A-nın qiymətini bu kənarda tapaq. V-si neçədir? 4. T-si neçədir? 4 bölünsün 4 eləyir 1 metr böl saniyənin kvadratı. Gətirib yerində yazırıq. 2 vurulsun. V0'ımız neçə idi? 4 bölünsün 1. O da bərabərdir 8 saniyə. Yəni cavabımız olacaq A variantı. Növbəti. Aha, artıq şifahilərə gəlib çatdıq. Çox az testimiz qalıb. 145. Düzxətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Baxırıq hərəkətlərimizə. O A hissəsində cisim bərabər yeniləşən hərəkət edir. Xeyr, o A hissəsində cisim bərabər yavaşlayan hərəkət edir. Bu səhvdir. 2. O A hissəsində cisim bərabər yavaşlayan hərəkət edir. Bəli, doğrudur. A B hissəsində cisim bərabər sürətli hərəkət edir. Bəli, doğrudur. Burada bərabər sürətlidir. A B hissəsində cisim hərəkət etmir. Xeyr, bərabər sürətli hərəkət edir. B C hissəsində cisim bərabər yeniləşən hərəkət edir. Bəli, hərəkət bərabər yeniləşəndir. Yəni cavab olur 2, 3, 5. 146. Düzxətli bərabər yavaşlayan hərəkət zamanı hansı ifadələr doğrudur? Əgər bizdən bərabər yavaşlayan deyirsə, mütləq şəkildə bərabər təcili hərəkət nəzərə alınır. Yəni A konstantdır və sürət yavaşlayan hərəkətdə sürət və təcil əks istiqamətli olur. Yəni 2, 4. Düzxətli bərabər yeniləşən hərəkət zamanı hansı ifadələr doğrudur? Hərəkət necədir? Bərabər yeniləşəndir. Mütləq A konstantdır. Sürət və təcil vektoru eyni istiqamətdə olur. Yəni 2 və 3. 148. Hansı halda cismin təcil vektoru şaquli istiqamətdə yönəlir? Bu nə deməkdir? Yəni təcil A bu şəkildə. Düşünün ki, A yuxarı yönəlmişdir. Şaquli istiqamətdə yuxarı yönəlmişdir. Əgər cismin şaquli yuxarı istiqamətdə bərabər yavaşlayan, xeyr, bərabər yeniləşən olsa, bəli, doğru olar. Cisim şaquli yuxarı istiqamətdə bərabər yeniləşən, bəli, doğrudur. Əgər V aşağı olarsa, yəni şaquli istiqamətdə aşağı olarsa, o zaman bərabər yavaşlayan da olacaq. Yəni 4 də aydındır. Bərabər yeniləşən olması üçün eyni istiqamətli olmalıdır. Bərabər yavaşlayan olması üçün əks istiqamətli olmalıdır. Aşağı, yuxarı. Hansı halda cismin təcil vektoru şaquli istiqamətdə aşağı yönəlmişdir? Əgər şaquli aşağı deyirsə və bizdən nəyi soruşur? Aşağı olanda, baxırıq, aşağı olanda mütləq bərabər yeniləşən olmalıdır. Yuxarı olanda bərabər yavaşlayan olmalıdır. Çünki aşağı təcil şaquli istiqamətdə yönəlmişdir. Ona görə də 1 və 3 olmalıdır. Cavab olur 1, 3. Burada da olur 2, 4. 150. OX oxu boyunca düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? 1.
Cismin getdiyi yol yer dəyişmənin moduluna bərabərdir. Xeyr, əgər yalnız belə bir qrafik olsaydı, bərabər ola bilərdi. Amma bura və bura var deyə heç vaxt bir-birinə bərabər ola bilməz. Cismin getdiyi yol yer dəyişmə modulundan böyükdür. Bəli, cismin getdiyi yol yer dəyişmə modulundan böyük olacaq. Çünki əlavə olaraq bu yollar da var. 3. Cismin hərəkət istiqaməti neçə dəfə dəyişmişdir? Baxırıq, x oxunu neçə dəfə kəsibsə, həmin o, onların sayı, yəni hərəkət istiqamətini dəyişmək deməkdir. 2 dəfə kəsdiyinə görə də cavab olacaq 2 dəfə dəyişmişdir. Yəni 2, 3. 151. Sürət bizə verilib. Bizdən düzxətli hərəkət edən cisim müşahidəyə başlayan andan t bərabərdir 10 saniyə ərzində 350 metr yol getmişdir. Cismin başlanğıc sürətini hesablamamızı soruşur. Yazaq. S-i bizə verib. S bərabərdir V0 t üstə gəlsin AT kvadratı böl 2. Gətirib yerinə yazırıq. Nəyə görə biz V0 t üstə AT kvadratı yazdıq? Ona görə ki, bizə V verilib və V-də də göründüyü kimi tənlik bərabər yeyinləşəndir. Ona görə biz də üstə gəlinən yazdıq. Bərabərdir. Gətirib yerinə yazırıq. 350 bərabərdir. V0 vurulsun. Bizdən elə başlanğıc sürəti soruşur. Vurulsun t. T'miz neçədir? 10 üstə gəlinsin. A-mız, baxırıq A-nı buradadır 4. Vurulsun t 100 bölünsün 2. Getdi 50. O da bərabərdir. Bərabər yazım, belə yazacağım. 350 bərabərdir 10 və 0 üstə gəlinsin 200. 10 və 0. Bunu elə aşağıdan yazıram. 10 və 0 bərabərdir 350 çıx 200 eləyir 150 və 0 da bərabərdir 150 bölünsün 10, yəni 15 metr böl saniyə. Yazırıq burada 15. 152. Eyni şəkildə 152-ni də qeyd eləyək burada. Deməli, bizdən nə soruşur? Eyni şəkildə başlanğıc sürəti soruşur. O zaman yazırıq S bərabərdir. V0 t üstə gəlinsin AT kvadrat bölünsün 2. Və S-i verib bizə 63. V0'ımız yerindədir. T'miz 3 üstə gəlsin. A'mız 4 verilib bizə. 4 vurulsun. T'nin kvadratı 9 böl 2. İxtisar getdi 2. Deməli 63 bərabərdir 3 və 0 üstə gəlinsin 18. 3 və 0 bərabərdir 63-dən 18-i çıxırıq. 45 və 0 bərabərdir 15. Cavab eləyəcək 15. 153. Düzxətli bərabər təcili hərəkət edən cismin sürətinin modulun zamanla asılılıq cədvəli verilmişdir. Bu cisim ilk 3 saniyə zaman müddətində neçə metr yol getmişdir? Buranı təmizləyək. Deməli, biz birinci ilk 3 saniyə üçün neçə metr yol getməyi üçün bilirik ki, düsturumuz S bərabərdir. V0 t üstə gəlinsin AT kvadrat bölünsün 2-dən istifadə edəcəyik. O zaman biz birinci A-nı tapmalıyıq. A nəyə bərabərdir? Bu V0 A-nı üçün, yəni V0'dır. Bizdən 3 saniyə üçün soruşursa, bu da V-miz deməkdir. Gətiririk. V çıxılsın, V0 bölünsün, T bərabərdir. V-miz neçədir? 12 çıxılsın, 6. T-miz isə 3 saniyə üçündür. Yerinə yazırıq. 6 bölünsün, 3 eləyir 2 metr böl saniyənin kvadratı. Aydındır. Gətirib yazırıq. S nəyə bərabərdir? S bərabərdir. V0 6 vur 2 üstə gəl. Yox, 6 vur 3. T'miz 3'dür. 2 yəni A'mızdır. T'miz 9 bölünsün 2 bərabərdir. 6 vur 3 18 üstə gəlinsin 2'lər gedir 9. 18 ilə də 9'u toplayanda eləyir cavab 27 metr. Cavab olur 27. 154.
Düz xətlə hərəkət edən cismin qrafikləri və ifadələr arasında uyğunluğu müəyyən edin. Baxırıq, cisim bərabər sürətlə hərəkət edir. Hansında bərabər sürətlidir? B-də. B-ni yazdıq. Sonra başqa hansında? Heç birində. 2. Cisim bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən hansı edir? C variantı edir. Bunu yazdıq. 3. Cisim bərabər yavaşlayan hərəkət edir. A və D. Bunu da yazdıq, bunu da yazdıq. Y variantı isə heç birinə uyğun deyil. Cavab olur 1-ə B, 2-yə C, 3-ə A və D. Keçdik. 155. Düz xətlə hərəkət edən cismin 3 verilmiş qrafiklərinə uyğunluğu müəyyən edin. Aha, baxırıq, bərabər yeyinləşən hərəkət edir. Hansı bərabər yeyinləşən hərəkət edir? Burada bizə x oxunun əksi istiqaməti verildiğine görə, yəni v-ni mənfi yazanda biz buna uyğun tapmalıyıq ki, bərabər yeyinləşən olanda a-sı mənfi olmalıdır, bərabər yavaşlayan olanda a-sı müsbət olmalıdır, bərabər sürətli isə öz qaydasında. Yəni, bərabər yeyinləşən olmağı üçün a-sı mənfidir, yəni 1-ə B aiddir. 2-yə bərabər yavaşlayan olmalıdır. B-nin üstünə xətt çəkirik. Bərabər yavaşlayan hansı hala uyğundur? Bərabər yavaşlayan A halına uyğundur. Yəni müsbət halına uyğundur və həmçinin də Y variantında da V-nin T-dən asılılığına əsasən bərabər yavaşlayan hərəkətdir. 3-cü, bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkət hansı hal üçün uyğundur? Eyni şəkildə D variantı üçün də uyğundur. Çünki bizdən x oxunun əksi istiqamətində, C isə x oxunun əksi istiqamətində deyil, x oxu istiqamətindədir. 156. Eyni şəkildə 3 dənə ifadə verilib bizə və onları qrafiklərlə uyğunlaşdırmağa soruşur. Cisim x oxu istiqamətində bərabər yeyinləşən hərəkət edir. Baxırıq, birincidə B bərabər yeyinləşən hərəkət edir. Həmçində Y bərabər yeyinləşən hərəkət edir. İkisi də x oxunun x oxu istiqamətindədir. 2. X oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkətdən söhbət gedir. Baxırıq, A variantı x oxunun əksi istiqamətindədir, amma bərabər yeyinləşəndir. Ona görə də C variantı uyğun gəlir. Yazırıq 2-yə C. A variantı qeyd etdiyim ki, bərabər yeyinləşəndir. Bərabər sürətli hərəkət isə x oxu istiqamətində, yəni D variantıdır. 157. O, A, A, B, B, C hissələrinə uyğun ifadələri yazmalıyıq. Birinci, O, A hissəsində cisim OX oxunun əksi istiqamətində bərabər yavaşlayan. Bəli, O, A elə eyni şəkildə bərabər yavaşlayan hərəkətdir. 2. Cisim sükunətdədir. Bəli, AB hissəsində cisim sükunətdədir. Cisim OX oxu istiqamətində bərabər yeyinləşən hərəkət edir. Baxırıq, BC qrafiki bərabər yeyinləşən hərəkət edir. D. Cismin təcili sıfıra bərabərdir. Bəli, əgər hərəkət yoxdursa, AB nöqtəsində olduğu, yəni qrafikində olduğu kimi demək ki, təcili sıfıra bərabərdir. Cisim OX oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir. Əgər OX oxu istiqamətində bərabər yavaşlayan hərəkət deyirsə, biz baxırıq ki, bizim qrafikimiz OX oxunun əksi istiqamətinə. Ona görə də Y heç birinə aid olmur. 158. Cisim OX oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir. Bəli, OX oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir, yəni OA. Cisim sükunətdədir. Bəli, AB qrafiki cismi sükunətdədir. Cismin təcili sıfıra bərabərdir. Bəli, eyni şəkildə AB də sıfıra bərabərdir və cisim OX oxunun əksi istiqamətində bərabər yeyinləşəndir. Bəli, əks istiqamətdə bərabər yeyinləşən hərəkət edir. D variantı. OX oxu istiqamətində bərabər yeyinləşən hərəkət edir.
Xeyr, üzü aşağı saldıqda gördük ki OX oxu istiqamətində deyil, əksi istiqamətindədir. 159. Cisim OX oxu istiqamətində bərabər yeyinləşən hərəkət edir. Xeyr, OX oxu istiqamətində, yəni OA hissəsində uyğun deyil. BC hissəsinə uyğun gəlir. Yazırıq A. OX oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkət edir. Bəli, OA hissəsi OX-in əksi istiqamətində hərəkət edir. Cisim sükunətdədir. Bəli, AB hissəsi üçün cisim sükunətdədir. C-də getdi. Cisim OX oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkət edir. Xeyr, OX oxunun əksi yox, OX istiqamətində hərəkətdədir. Özü bərabər sürətli deyil, xeyr, bərabər yavaşlayan hərəkətdir. Cismin təcili başlanğıc sürətinin əksi istiqamətindədir. Bu o deməkdir ki, təcillə başlanğıc əksi istiqamətdədirsə, yəni hərəkət yavaşlayanda, OA hissəsində isə hərəkət yavaşlayandır. Keçdik. 160. Birinci. Cismin təcilinin proyeksiyası müsbətdir. Baxırıq. Əgər V bizə müsbət verilibsə, V-dən başlayıbsa, hərəkət V iləndirsə, o zaman təcilin proyeksiyasını biz tapa bilərik. Əgər bizə təcili müsbət deyirsə, o zaman hərəkət bərabər yeyinləşən hərəkətdir. Ona görə də olacaq C, D-yə uyğun. Cismin təcilinin proyeksiyası mənfidir. Mənfi olması üçün biri müsbət, V müsbət, V A mənfidirsə, o zaman bərabər yavaşlayan hərəkətdir. O da A, B hissəsinə uyğundur. Yəni cavab AB hissəsinə aid uyğunluq gəlir. Cismin təcili sıfıra bərabərdir. Baxırıq, BC hissəsində cismin heç bir hərəkəti yoxdur. Sürəti sıfırdır, yəni cismin sürət və təcil vektorları eyni istiqamətdir. Əgər eyni istiqamətdirsə, hərəkət bərabər yeyinləşəndir. O da CD-yə uyğundur. Əgər əksi istiqamətlidirsə, bu zaman bərabər yavaşlayandır və bu da Y variantıdır. Yəni AB qrafikinə uyğun gələcək. 161. Yəni burada da yazılmış oldu. 161. Burada sadəcə sözlər verilib və siz onları yerinə qoymalısınız. Yəni bunlar qaydadır sadəcə. Baxırıq, OX oxu üzrə hərəkət edən və yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Verilmiş cisim ilk 2 saniyə müddətində baxırıq, 2 saniyə müddətində necə hərəkət edib bərabər yavaşlayan, yəni 2 saniyə müddətində bərabər yavaşlayan, sonraki 2 saniyə müddətində isə bərabər yeyinləşən hərəkət edir. İlk T bərabərdir 2 saniyə zaman müddətində cismin sürətinin proyeksiyası necə olur? Müsbət olur. 6. Təcilin proyeksiyası isə mənfi olur. Bunu bilirik. İlk 4 saniyə hərəkət müddətində cismin getdiyi yol nə qədərdir? Baxırıq, bizə nəyi soruşur? 4 saniyə ərzində 10 metr qalxıb 10 metr düşüb, yəni 20 metrdir. Yer dəyişməsi isə 0-a bərabərdir, yəni 1. Uyğunluq bu şəkildə olacaq. 4, 3, 6, 5, 2, 1. Belə. Sonuncu. Eyni şəkildə bizə açar sözlər verilib və tamamlamağı soruşur. Hərəkət edən cisim istənilən bərabər zaman müddətləri ərzində sürətini eyni qədər dəyişir. Eyni qədər dəyişirsə bu hərəkət düzxətli bərabər təcilli hərəkətdir. Çünki bizdən bərabər zamanda bərabər hərəkətdir. Vahid zamanda sürət dəyişməsinə bərabər olan fiziki kəmiyyət necə adlanırdı? Təcili adlanırdı. Hərəkət edən cisim istənilən bərabər zaman, yəni bərabər zamana istənilən bərabər müddət deyirsə, bu zaman bizdə bərabər sürətli hərəkətdir, yəni 3. Vahid zamanda, yəni yer dəyişmə dəyişirsə, əgər vahid zamanda yer dəyişmə dəyişirsə, S böl T deyir. Əgər bizdən vahid zamanda sürət dəyişməsi deyirsə, o zaman V böl T demək istəyir. Vahid zamandakı yer dəyişmə bu cismin nəyə adlanır? Sürətə adlanır. Düzxətli bərabər təcilli hərəkətdə təcil nəyə bərabərdir? Deməli, düzxətli bərabər təcilli hərəkətdə təcil sabitdir, yəni 6, sürət isə
hansı qaldı bizdə? Sürət isə zamandan xətti asılıdır. 5. Yəni 4, 1, 3, 2, 6, 5. Deməli, bitdi. Aha. Bugünlük bu qədər. Növbəti video dərsimiz bizim orta sürət hərəkətin nisbiliyi mövzusundan izahlar olacaq. Əgər dərsimiz sizin üçün yararlıdırsa, digər videolarımızı izləməyi, like etməyi, yəni bəyənməyi və həmçinin də dostlarınızla bölüşməyi unutmayın. Sağ olun.